Müğənni Xatirə İslam yenidən şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. Milli Az xəbər verir ki, Günə Uğurla verilişində qonaq olan sənətçi bu dəfə ailə münasibətlərindən danışaraq gəlinlərinə xüsusi sevgi bəslədiyini bildirib. Xatirə İslam etiraf edib ki, gəlininə qarşı hissləri bəzən qardaşı ilə münasibətlərində belə fərq yaradır. Qardaşım düzdürsə də, o yenə səhvdir. Mənim gəlinimiz üçün ürəyim gedir. Özümdən asılı deyil, onu çox istəyirəm, baldızlıq etmirəm. Bəlkə qızım olmayıb ona görədir. Ona deyirəm, sən bunu yadda saxla ki, mənim qızımsan. Doğrudan da onu öz övladım bilirəm. Allah etsin, sona qədər bu fikrimdə qalım. Sənətçi həmçinin ailə bağlarından söz açaraq, ilk övladının dünyaya gəlmədiyi dönəmlərdə qardaşı Turalı öz övladı kimi gördüyünü də deyib. Öz övladım dünyaya gələnə qədər elə bilirdim ki, mənim övladım qardaşım Turaldır. Onunla nəfəs almışam. Nə yaxşı ki, Emil doğuldu. Canım qurtardı. Gülür. Xatirə İslamın bu etirafları sosial şəbəkələrdə geniş müzakirə olunub. İstifadəçilər onun ailəsinə bağlılığını və səmimiyyətini yüksək qiymətləndiriblər.